İslam qaydalarına uyğun ipoteka sisteminin yaradılması təklif olunur. Bundan başqa bankların şəriət qaydalarına uyğun fəaliyyət göstərə bilməsi üçün qanunvericilik bazasının hazırlanması da gözlənilir. Bu sahənin problemləri İslam maliyyəsi, mövcud vəziyyət və gələcək gözləntilər adlı konferansda müzakirə olunub. Ölkənin əsas iqtisadçı alimləri, eləcə də rəsmiləri İslam bankçılığının üstünlüklərindən danışıblar. Dünya iqtisadiyyatında yaşanan gərginlik, xüsusilə neft ölkələrində gəlirlərin azalması ilə gözlənən böhran bank sektorunun diqqətini İslam maliyyəsinə yönəldib. 2008-ci il böhranından ziyansız çıxmış İslam maliyyəsinin Azərbaycanda da genişləndirilməsi təklif olunur. Amma buna əngəl olan bəzi səbəblər var. İlk növbədə İslam bankçılığını qanuniləşdirən hüquqi baza hazırlanmalıdır. Millət vəkili Əli Məsimlinin sözlərinə görə parlamentdə qanun layihəsinin müzakirəsi gözlənilir. Qanun qəbul olunarsa İslam banklarının yolu açılar, bu isə onlarla ənənəvi maliyyə təşkilatları arasında rəqabətin artmasına, faizlərin enməsinə səbəb ola bilər. Hətta şəriət prinsiplərinə uyğun ipoteka sisteminin yaradılması da mümkündür. 50 min manat 8% ilə 25 ilə kredit alan gənc ailələr 25 ildən sonra 115 min manat pul qaytarır, əzizim. 50 min manat alır, 65 min manat üstünə gəlir. Və bu da hesab edirəm ki, gənc ailələr üçün kifayət qədər ağırdır. Bunu da ipoteka mexanizmi vasitəsilə xeyli dərəcədə yumuşatmaq olar. Müsəlman bankçılığının əsas üstünlüyü gecikmələrə görə əlavə faizlərin hesablanmamasıdır. Həmçinin belə banklar içki, tütün kimi sahələrə pul ayırmır. Kredit verərkən faiz əvəzinə gələn gəlirdən pay götürür. Bir növ İslam krediti pulun pul qazanması yox, pulun istehsalda artmasına hesablanıb. Hazırda Azərbaycanda 8 bank İslam qaydalarına uyğun müəyyən məhsullar təklif edir, amma İslam maliyyəsinin dövriyyəsi ümumi bank sektorunda 1%-dən çox deyil. Halbuki qeyri-İslam ölkələrində vəziyyət daha yaxşıdır. Hesablamaya görə İslam bankçılığı dünyada hər il orta hesabla 15% böyüyür və hazırda 1 trilyon dollardan çox aktivləri formalaşmışdır. İslam bankçılığının inkişafı üçün ən mümkün şərait əhalinin 3-4%-nin müsəlmanların təşkil etdiyi Britaniyada, Almaniyada, İsveçdə, Belçikada olduğu bildirilir. Mərkəzi Bank nümayəndəsinin Azərbaycanda görülməli olan işlər barədə danışmaması millət vəkillərini dilə gətirdi. Deputat Vahid Əhmədov qurumu İslam bankçılığının inkişafı üçün lazımı qədər fəaliyyət göstərməməkdə ittiham etdi. Amma millət vəkilinin bu iradına cavab gəlmədi. Mərkəzi Bank rəsmisi mətbuatın da suallarına cavab